Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli dilçi alim, əməkdar elm xadimi, prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor Cəfər Cəfərovun anadan olmasının 95 ili yubileyinə həsr olunmuş konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli professorun zəngin elmi irsinə toxunaraq bildirib ki, Cəfər Cəfərov Azərbaycan dilçilik elmində özünə məxsus məktəb yaradan simalardandır. Akademik İsa Həbibbəyli alimin Azərbaycan dilini dünya dilləri ilə müqayisədə ümumi dilçilik elminin nailiyyətləri ilə vəhdət dərindən tədqiq etdiyini deyib. Qeyd edib ki, alimin tədqiqatlarının zahiri tərəfində ciddi, mükəmməl və fundamental tədqiqatçılıq prinsipləri, daxili qatında isə sarsılmaz Azərbaycançılıq məfkürəsi, vətənpərvərlik və millilik amilləri dayanır. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimə adında Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli çıxışında professor Cəfər Cəfərovun Azərbaycan dilçiliyində açdığı yeni üfüqlərdən bəhs edib. Alimin bir sıra fundamental tədqiqatlarının nitq hissələrində keçid prosesləri, müasir Azərbaycan ədəbi dilində inkarlığın ifadə vasitələri, nitq hissələrinə keçid prosesləri və konversiya monoqrafiyaları, eləcə də müasir Azərbaycan dilinin morfologiyası kimi dərsliklərimizin elmimiz üçün əvvəlsiz mənbələr olduğunu bildirib. Sonra çıxış edən millət vəkili yazıcı professor Əlibala Məhərrəmzadə alimin böyük pedaqoq kimi gənc nəslin tərbiyəsindəki müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, professor Cəfər Cəfərov Azərbaycan filologiyasının inkişafına mühüm töhfələr verib və gənc tədqiqatçıların formalaşmasında müstəsna rol oynayıb. Konfransda filologiya elmləri doktoru Baba Məhərrəmli Cəfər Cəfərovun elmi və pedaqoji fəaliyyəti mövzulu məruzəsində alimin elmi yaradıcılığı ilə pedaqoji ustalığının vəhdət təşkil etdiyini, professorun nəzəriyyəsini praktika ilə birləşdirərək dilçilik elminin tədrisində yeni standartlar müəyyənləşdirildiyini bildirib. Professor Sayalı Sadıqova Cəfər Cəfərovun yaradıcılığında morfologiyanın aktual problemləri mövzusunda çıxış edərək alimin tədqiqatlarının müasir dilçiliyə yeni baxış bucağı gətirdiyini deyib. Yubiley tədbirində çıxış edənlər professor Cəfər Cəfərovun yaradıcılığında sintaktik tədqiqatlar mövzularında məruzələr səsləndiriblər. Tədbirin sonunda professor Cəfər Cəfərov Azərbaycan dilçilik elminin inkişafındakı xidmətlərinə görə fəxri fərmanla təltif olunub. Leyli Nami qızı Ziya Xudiyev, Fərid Əşimov, Elm TV.